Hürmetli vatandaşlar, bugünkü leksiyalarımızı başlayımız. Leksiyada size qacırız. Washington'dan sözdeyimiz. Bugün Çeslağa şikemanışa 20-ci yıl. 6-cı ayının 20-ci günü həftəki şənbə vatandaşlar. Sizlərə vəziyyətdən söz açıdığan bolsaq, birinci olub Amerika Qoşmuş Ştatlarının Dövlət İştirakatı Mike Pompeo Kaliforniyada turub tor film televiziyası arqalıq Kopenhagen'da, Daniyanın paytaxtı Kopenhagen'da açılıb atqan xalqara demokratiya yığınığı yoki demokratiyalaşdırış yığınığı nutq sözüdür. Bugün sizlərə məşə nutqның toluq təfsirini anlatımız. Ondan kenarından vəziyyətin ciddi bir təqazzası oldu ki, Avropa İttifaqını güllətən Cungonu xalqara sotqa, Gaaga sotığı tapşırış, yoki Jungo Kompartiyasını yakişilik hüquq xilaflıq qılğuçılarını Gaaga xalqara sotqa tapşırış doğrusunda qararı maqulladı. Yuqori ovoz bilan ma'qullandı bu qarar. Bugünkü vəziyyət əni şu hürmetli vatandaş. Endilikli sizə leksiyani başlayımız. Leksiyamındaq Avropanı demokratiyanı qoğdab, Jungo Kompartiyasının xristiyağa taqabıl turuşqa çaqırıq qıldı. Amerika Qoşmuş Ştatları Dövlət İştirakatı Mike Pompeo'nun Kopenhagen'da yuqori dərəcəliklər yığınığa sözləyən nutqının toluq təfsiri. Mavzulu xəbər 6-cı ayının 20-ci günü Amerika avazdan Xitay tilli proqramması elan qılındı. Xəbər bundaq başlandı. NATO'nun sadık rəhbəri Rasmussen'in təklifi bu içər. Dövlət İştirakatı Mike Pompeo 6-cı ayının 19-cu günü Kaliforniyada turub torbət filmi arqılıq Kopenhagen yuqori dərəcəlik demokratiya yığınadı. Jungo'nun xristiya doğrusunda nutq sözlüdür. Dövlət İştirakatı Mike Pompeo mundaq görsətdi. Demokratik qimmat qaraşlarına düşmənlik bilan qaraydigan Jungo Kompartiyası özünün ətrafındakı rayonlarga lükçəklik qılıbla qalmasdan bəlkə hər qaysı əllərə şundaq təsir görsətməkdə. Dövlət İştirakatı Mike Pompeo erkinlik bilan zo'ravonlik o'tirisida tallash elib berib, Amerika tərəfdə turub eniq və aşkara sadaqay turub kəskin hərəkət qollanış doğrusunda bütün Avropaga çaqırıq elan qıldı. Dövlət İştirakatı Mike Pompeo sözləyən nutqның toluq təfsiri tövəndikcə. Aynus Rasmussen, sizə köp rəhmət. Sizdən qızğın salamlarınızga rəhmət. Qızğın salamlarınızga rəhmət. Mən bugün köpçülük bilan bir yerdə cəm bolğanımdan xuşalman. Kopenhagen demokratiyanı yuqori dərəcəliklər yığınığa salam yollayman. Sizlər biləmsizlər? Bilməmsizlər? Mən bilməyman. Qərbi Tinç okeanın alqıgan münasibətlərini küçəytiş doğrusunda gəp bolğanda Aynus Rasmussen NATO'nun sabıq katibi, bırınqı sabıq katibi. Özü oturğu çıxıb hərəkət qıldı. Onun balaları Amerika qırajdanı bulab yaşavatıdı. Qərbi Tinç okeanının iki qırğıqada Rasmussen'ın bolğanlığıdan bəxş alma. Bunu birləşdirdi, ittifaqlaşdırdı. Bu bizni birləşdirdi, ittifaqlaşdırdı. Bugün bu yığın qatnaşqan barlıq kişilərə rəhmət eytiməm. Rasmussen mənə yığın qatnış təklif bərgəndə mən dərhal qoşuldum.
Şuncha ko'p odam qatnashgan bu yig'inda so'zlanadigan narsa bu dunyoga nima bo'ldi? Bu dunyoga nima bo'ldi degan masaladir. Men o'ylayman talash tortishning qiziq nuqtasi. Bu dunyoda yuz berayotgan to'g'ri ishlar ustiga qo'yaylik. Talash tortishning qiziq nuqtasi. Bu dunyoda yuz berayotgan to'g'ri ishlar ustiga qo'yaylik. Bir nimani to'g'ri qildik, ba'zi nimani to'g'ri qildik, kechiringlar. Bu demak demokratiya deganlikdir. Biz bu nuqtani bilib turamiz. Xiras shuki, buni demokratiyani qanday qo'llash kerak? Barliq kishilar uchun aytganda, bundan ortiq, texmi yuqori hech qanday ish yo'q. Yoki hech qanday nishon yo'q. Mening temir perdeler etrafında bir neçe yıl çarlığı bo'lgan sarguzashtlarim bor. Bundan bir neçe yıllar burun shundoq ish bo'lgan edi. Men o chaqda bir yosh harbiy odam edim. Germaniyada vazifa o'taydim. Men zo'ravonlikni o'z ko'zim bilan ko'rgan edim. Her xil erkin bo'lmagan siyosiy hokimiyatlar bilan aloqa munosabatda bo'lgan edim. Birinchi prinsip bundaq. O'zingning och-singil, aka-inalaring, yurtdoshlaringni ekspluatatsiya qilish bu botirlik va yiroqni ko'rarlik bo'lib hisoblanmaydi. Demokratiyalar insonning qadr-qimmatini hurmatga qiladi. Shaxsning erkinlik va insoniyatning taraqqiyoti bu siyosiy tizimdir. Xulosasi shuki, kapitalizm butkul tarixiy jarayonda intayin qaltis, nomrodlikqa qarshi turadigan tizimdir. Muqimsizlik, men qisqaroq so'zlayman. Hem savol berishni taqozolik ichida kutyapman. Birinchi, Yevropa hozir Jungo bilan Amerika o'rtasida tanlashga majbur bo'ldi. Deydigan so'zlar men bir oz vaqt chiqarib bu nuqtada to'xtalaman. Ikkinchi, sening qimmat qarashlaringni qalaymagan qilib bunga hech qanday bedel to'lamayman deydigan edilar. Men qayerga bormay. Menga o'xshash amaldorlar bilan hozirgi yig'inda o'tirgan kishilarga o'xshash kishilar bilan bu dunyoda ko'rib turgan reallik to'g'risida so'zlashimiz. Bo'lib Jungo to'g'risida so'zlashimiz. Men Yevropada, Shimoliy qutb rayonlarida, O'rta Osiyoda, Afrikada va Tinch okean rayonlarida ana shunday so'zlashib keldim. Ko'p yillardan beri umidlik birda g'arb dunyosi bizning degan yet to'xtayli davomini anglaysiz, hurmatli vatandoshim.